Yaxın Şərqdəki münaqişənin ilk təsiri artıq avtomobil daşımalarında hiss olunur. Xüsusilə Körfəz istiqaməti ilə ölkəmizə gətirilməli olan maşınlarda və ehtiyat hissələrində gecikmə riski artıb. Bu isə o deməkdir ki, Dubay üzərindən sifariş edilən avtomobillər əvvəlki müddətdə deyil, daha gec təhvil verilə bilər. Bəzi hallarda eyni problem Koreyadan gələn, amma marşrutu Körfəz xətti ilə qurulan avtomobillərdə də yaşana bilər. Hal-hazırda münaqişə ilə əlaqədar olaraq Körfəz ölkələri istiqamətindən bizim ölkəmizə gətirilən avtomobillərdə, ehtiyat hissələrdə müəyyən gecikmələr var. Həm burada logistika baxımından daşınma məsələsində çətinliklər var, həm də qiymətlərin yüksəlməsi problemi var. Xüsusən də qeyd edeyim ki, Yaponiyadan, Cənubi Koreyadan həmin istiqamətlə, Körfəz istiqamətində gətirilən köhnə ikinci əl SUV, off-road yolsuzluq maşınları var ki, onların da gecikmələri müşahidə olunur. Ekspert Eldəniz Cəfərov deyir ki, hazırda söhbət daha çox vaxt itkisi və yol xərclərinin artmasından gedir. Yəni, avtomobil bazarında problem ilk mərhələdə maşının gec gəlməsi, sonrakı mərhələdə isə maya dəyərinin yüksəlməsi ilə özünü göstərə bilər. Ən çox risk isə ikinci əl SUV və yolsuzluq avtomobilləri segmentində görünür. Çünki bu tip maşınların bir hissəsi məhz Dubay və Körfəz üzərindən ölkəyə gətirilir. Və əgər bu gecikmə, logistika problemləri aprel ayının 15-nə qədər davam edəcəksə, yəni birinci rübdən ikinci rübə keçəcəksə, bu zaman ola bilər ki, belə model avtomobillərin qıtlığı yaransın. O qıtlıq yaranacaqsa, onda həmin o avtomobillərin qiymətində bir qədər yüksəlmə ola bilər. Nə qədər qiymət artımı olsun? Biz onu indi proqnozlaşdıra bilmərik. Bu asılı olacaq, deməli, avtomobili bizim ölkəmizə gətirən sahibkarların yol xərclərinin artması ilə bağlıdır. Başqa sözlə, hazırda alıcı üçün əsas risk avtomobilin gec təhvil verilməsidir. Proses uzanarsa, bu gecikmə sonradan qiymət artımına da çevrilə bilər. İslam Əşrəfov, Elbrus Kərimli, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.